Sizin efirinizdən Pezeşkiyanla bağlı danışmışdım bir dəfə, bir də danışmaq istəyirəm. Buyurun. Bu günlərdə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlıların bu istiqamətdə aşağı-yuxarı bir yanlış mövqeləri var. Pezeşkiyan heç kim demir ki, İranın dini rəhbərliyinin və yaxud da ali rəhbərliyinin Fars mərkəziyyətinin izni olmadan gəlib ora çıxıb demir. O da izin alıb, ona da şərait yaradılır. Lakin o demək deyil ki, şərait yaradılan hər bir kəs millətinə əlindən gələn imkan qədər xidmət edir. Adam deyir, mən türkəm. Bu türkəm demək sözü İranda İranlı sözünün və İranlı fəlsəfəsinin üzərindən bir xət çəkir. Təbii. Adamlar İranlı pərdəsi altında, şineli altında gizlədilirdi. Milli kimlik onun altında bastırılırdı. Sovet hökumət kimi də. Bəli. Milli kimlik onun altında bastırılırdı. Dartdı, çıxartdı, dedi, mən türkəm, atam da türkdür, anam da türkdür, evimdə də türk dilində danışıram. Partiyanı qadağan eləmişəm. Bəli, insanlar başa düşdü ki, türk milliyyəti deyilən bir şey var və mən də onun içindəyəm, böyük əksəriyyət. Doğru ki, orada uzun illərdir o mücadiləni verənlər var idi. Lakin söhbət kütlə səviyyəsindən gedir. İkinci, türkəm deyənlərin böyük bir qorxusu var idi ki, onlar İranda məmuriyyətdə məmur kimi çalışa bilməyəcəklər. Onlara icazə verməyəcəklər. Mütləq İranlı şinelinin altında olmalıdır. Adamlar gördü ki, özünə türk deyən adam həm də Cumhurbaşkanıdır, həm də prezidentdir. Bu ikinci bir tərəfi idi bunun. Və adamların da ruhu daha çox önəmlidir. Üçüncü bir tərəfdən adam hər məqamda bircə bənd də olsa türk dilində bir şeir deməklə adamlara ayıl mesajını verir. Daha nə deməlidir? Daha nə etməlidir? O rejimin içərisində bu qədəri mümkündür. Bu qədəri mümkündür. Bundan artıq olsa gecənin birində... Mümkün deyil. Bu mümkünündən çox artıq. Gecənin birində yatar durmaz. Amma bu qədər nedir? Dəyərləndirmək lazım. Nə qədər ondan qazancımızı götürə bilərik. Daha sən satdın, sən nə bilim traktor qələbə çaldı, sən bir gün bayram eləməyə qoymadın. Ya, belə deyənlər də var. Belə çox təəssüflər olsun ki, bunu da deyənlər var. O türk olmuş olsaydı, o Azərbaycana xidmət olmuş olsaydı, traktoru bayram eləyər. Ya, bir adam İran adlı coğrafiyanın prezidentidir. Təbrizin, Güney Azərbaycanın prezidenti deyil. Adı oradadır. Bacardığı budur, bu qədər edir. Sən nə edə bilirsən, o qədərini et. Adlar çəkmək istəmirəm. Amma bu qədər siyasəti bilmədən, bəsit, bunun içərisindən millətə yönəlik mesajlar vermək filan. Toxunmayın, qoyun mesajlarını versin. Baba, bilmədən demək, yoxsa o adamların içində... Valla mən biraz xoşməramlı yanaşıram da, deyirəm, bilmir. Gerisini özü bilər. Bu mu dəyişikliyin Yəni, önündə? bu qədər insanlara, hətta adamlar yaxınlaşır, mən ona köməkçisi yaxınlaşdı, oradan dedi ki, Azərbaycan dilində şeir demə, dedi, eşqali nə darət? Heç bir dedi, şey yoxdur. Sonra türk dedi ki, bir kəlməsi türk şeylərindən yaman qorxdu zaten. O da dedi. Bu mesajdır. Mesaj necə olur? Mesaj nətər olur? Biz Gülüstan poemasını əl-əl gəzirdi 57-ci ildə böyük şairimiz rəhmətli Bəxtiyar Vahabzadənin biri Baran dedi, biri Xər dedi. Biz əl yazmaları yazıb vururdıq. Yox idi ki, kitabı tamam. Seyran Səxavətin daş evlərində bir cümlə var idi. Əl-əl gəzirdi, 83-cü ildə səhv etmirəmsə çap olunmuşdu. Orada Çanko'nun ölümündə, Çanko əslində özü ölməmişdi, ölümünü təşkil etmişdi, tabutuna da qızıl brilyant doldurub bastırmışdı. Və oradan bəşəriyyətə məktub yazmışdı. Orada bir cümlə var idi, bir fraza var idi ki, əmək meymunu insana çevirmişdi. Friedrich Engels aşağısından yazmışdı. Çanko yazmışdı o əsərin qəhrəmanı. Yazmışdı ki, insan çox işlədikdə yenidən meymuna çevrilir. Bu bizim üçün bilirsiniz nə idi? Dəhşətli bir şeydir. Və yaxud da Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsində bir fragment vardı. Yaxınlaşır Nemət qəzet butkasına, soruşur ki, Pravda var, deyir çoxdan qutarıb. Kommunist satılıb. Nə var? Deyir Trud, 3 qəpiyə. Yəni bunlar mesajlar idi, Sovet dönəminin mesajları idi. Çox örtülü mesajlardı. Örtülü mesajlardı, amma həm də Sovet dönəmində verilən mesajlar idi. Bu mesajlar insanları yavaş-yavaş yetişdirirdi, formalaşdırırdı ki, sonra Milli Azadlıq Hərəkatı baş verdi. İndi o proseslər gedir orada. O proseslərin hara gedib çıxması
geniş mənada, böyük mənada güc mərkəzlərinin asılı olacaqsa, hadisəni necə dəyərləndirmək və fürsətçil olmaq da bizdən asılı olacaq. O fürsəti necə dəyərləndirəcəyik, o fürsətdən nəyimizi götürə biləcəyik. Məsələn, 88-ci ildə SSR dağılanda müstəqilliyi hamı götürdü, biz itirdik, Qarabağ itirdik. Aldılar Qarabağ əlimizdən növbəti mərhələdə Rusiya bütün bunların hamısını etmək üçün, bütün bu regionların hamısına hakim olmaqdan ötürü. Allah'a şükür bugün o fürsətləri Rusiyanın əlindən aldıq. Məhz Rusiyanın əlindən aldıq. Rusiyanın əlindən aldıq. Bəli, biz mütləq bunu qeyd etməliyik. Bu fürsətlər Rusiyanın əlindən aldıq. Qafqazı onlar işğal eləmişlər. Bəli, onlar Qafqazı nə Ermənistanın, nə Gürcüstanın, nə Azərbaycanın hesab etmir. Onlar hesab edir ki, Qafqaz bunlarındır. Və biz Qafqazda sadəcə onlar üçün işləməli olan az-saylı xalqlarıq. İçərisində Şimali Qafqazda, içəridə türklər olduğu kimi digər bölgələrdə hamısında bu cür imperiya təfəkkürü bu cürdür. İndi biz bu istiqamətdə Güney Azərbaycandan nələr edə biləcəyik? Dostlar, özəlliklə Güney Azərbaycan təşkilatlarına, bu istiqamətdə fəaliyyət göstərən fərdlərə hamısına müraciət edirəm. Bir-birinizin əleyhinə deyil, Farsın əleyhinə danışın. İran imperiyasının əleyhinə danışın. Mən düz danışdım, səhv danışdım, düz deyirəm, səhv deyirəm. Məni niyə tartışırsan? Mən də ağzında bir damla su gətirən sərçənin günündəyəm. Gücüm buna çatır. Mən səni tənqid etmirəm ki. Mən səni söymürəm ki. Mən səni niyə bunu belə etdin demirəm ki. Ondan nə çıxar ki? Nə çıxacaqsan? Qazancın nədir? İçəriyə mesajlar pozitiv olsun. İçəriyə gələn mesajlar birlik naminə mesajlar olsun. Parçalayamaq naminə parçalayıcı mesajlar olmasın. Qoy hamı desin ki, hə, filankəs də düz deyir, o da bizdəndir, bu da bizdəndir. Görsünlər ki, hamımızın bir arzumuz var. Güney Azərbaycanın milli kimlik savaşında haqq etdiyini əldə etmək. Nə mən, nə siz, nə bir başqası oradakı xalqın əvəzinə qərar verməyəcəyik. Son anda yenə də qərar verən o 40 milyondur. Lakin bizim dəstəyimiz o 40 milyonun mübarizəsinə biraz yön verə bilər, biraz dəstək ola bilər, biraz kömək ola bilər. Bu köməyə əsirgəməyək. Biz nə edirik? İçəridən ayrılır 5-10 nəfər, hər bir-birini qamçılayır. Fars qalıb bir tərəfdə, Fars mərkəziyyəti, zehniyyəti, İran zehniyyəti qalıb bir tərəfdə. Biz bir-birimizi parçalayacağıq.